orqanlara neçə dəfə getmişəm. İşıq elektrikin müdirinin yanına. Deyirəm, bizim işığımız, xəttlərimiz yoxdur. Mən özüm gedib məftil bağlayıb daramlaşdırıram ki, mənim işığım yansın. Kanal 21-ə müraciət edən Goranboy rayonunun Əlirzalı kənd sakini Elvin Şahbazov bildirir ki, kəndli işıq dirəkləri köhnəlib, naqillər ağacların arasından keçib, işıqlar isə tez-tez sönür. Onun sözlərinə görə dəfələrlə Azər İşıq Açıq Səhmdar Cəmiyyətinə müraciət etsə də heç bir tədbir görülməyib. Kənddəki vəziyyət sakinləri üçün həm narahatlıq, həm də təhlükə yaradır. Köhnə dirəklər və dolaşmış naqillər hər an qəza riski daşıyır. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Goranboy rayonunun Əlirzalı kəndi bizim xəttlər bu bərbadadır, pis gündədir. Xəttimiz yoxdur, hamısı bu ağaçların içindən gedir. Elvin Şahbazov Elbrusoğlu xahiş edirəm orqanlara neçə dəfə getmişəm. İşıq elektrikin müdirinin yanına. Deyirəm, bizim işığımız, xəttlərimiz yoxdur. Mən özüm gedib məftil bağlayıb daramlaşdırıram ki, mənim işığım yansın. Gecə də oldu, hamı qarmaq eləyir. Bizim işıqlarımız olmur. Baba, stolpalarımız bu avırdadır. Çəkir, daramlaşdırırsan, aşır. Bu qələm ağacının mən özüm bastırmışam. Elvin Şahbazov Elvin. Bizim xəttlər bu avırdadır. Hələ bu nədir ki? O bir aralara gedib girəsən, pis havırdadır valla. Onu xahiş edirəm buna. Müdürün yanına gedib girmişəm ki, müdür, müəllim və bizim işığımız yoxdur. Gecə közərir, çörək pişirə bilmirik. Xəttlərimiz dolaşır, nə bilim işığı qarmaq eləyirlər. Bu deyir ki, səni tok vurmaz. Deyirəm, mən özüm gedib məftildən bağlayıb qarmaq eləyirəm ki, çəkirəm aşağı ki, xəttlər bir-birindən dolaşmasın, işıqlarımız yansın. Mənə deyirəm, tok vursan, mən nətər olacaq? Mən gecə vaxtı gedib mən tok çəki var alıram ki, bir-birinə bizim işığımız yansın. Deyir, səni tok vurmaz deyir. Bizim xəttlərimiz, ağaçlar, stolpalarımız bağırdadır. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, sonda isə tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.